Hüseyin Arif adına Aksaray şəhər Uşaq Musiqi Məktəbinin 2026-cı il məzunlarının buraxılış gecəsində hər birinizi xoş gördük. Bugün bizim üçün sadəcə bir məzun günü deyil, həm də illərlə topladığımız xatirələrin, öyrəndiyimiz notların və qazandığımız dostluqların bayramıdır. Müəllimlərimizə bizə verdikləri zəhmət, sevgi və sabır üçün sonsuz təşəkkür edirik. Musiqi həyatımızın ayrılmaz hissəsi olaraq hər zaman bizimlə qalacaq. Bu məktəbdən ayrılsaq da, burada öyrəndiklərimiz ömür boyu qəlbimizdə daşıyacağıq. İndi isə çıxış üçün sözü verək məktəbimizin direktoru Arif Əliyevə. Hər vaxtınız xeyir olsun, əziz məzunlar, hörmətli valideynlər, hörmətli müəllimlər, hər birinizi xoş gördük. Bu günləri Aksaray şəhər Hüseyin Arif adına Uşaq Musiqi Məktəbinin 2025-26-cı tədris ilinin buraxılışı günüdür. Bu günləri sizlərin, əziz məzunlar, sizlərə təbrik edirəm. Bu günləri sizlərin yeni həyatınızın yeni mərhələyə qədəm basdığınız gündür. Bu münasibətlə sizin hər birinizi səmimiyyətlə təbrik edirəm. İnanıram ki, oxuduğunuz müddətdə Aksaray şəhər Uşaq Musiqi Məktəbində musiqi təhsil aldığınız müddətdə siz bunlardan çox şeyləri əldə edirsiniz. Ən azından siz hər biriniz bir musiqi alətində sərbəst ifa edə bilirsiniz. Bu günləri sizin qismətinizdə ilk dəfə olaraq sizin qismətinizdə düşdü ki, buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirildi. Hər biriniz məzun adına layiq görülür. Bu münasibətlə hər birinizi təbrik edirəm. Hər biriniz yeni həyatınızda, indən sonraki həyatınızda böyük uğurlar arzu edirəm. İnanıram ki, siz Aksaray Musiqi Məktəbini heç vaxt unutmayacaqsınız. Sizlərin içində musiqini davam edəcək uşaqlarımız, şagirdlərimiz, məzunlarımız vardır, məlumatım var bu barədə. Və inşallah sizin içərinizdən bu sahəni davam etməyən olsa belə, onların əldə etdikləri bilik və bacarığı sayəsində inanıram ki, gələcəkdə bütün həmyaşıdlarından seçilmək kimi belə bir üstünlüyü olacaqdır. Siz təhsilinizi davam edəndə,
sinif yoldaşlarınızdan, tələbə yoldaşlarınızdan hamısından fərqlənəcəksiniz. Bunu hər zaman mənim sözümü yadınızda saxlayasınız. Bir daha sizə uğurlar arzulayıram. Sizə əziyyət çəkən müəllimlərin hər birindən səmimi qəlbdən təşəkkürümü bildirirəm. Valideynlərinə, hər birinizin valideynlərinizə xüsusi təşəkkürümü bildirirəm ki, bu müddət ərzində məktəblə əlaqəni kəsmədiniz. Uşaqlarınızın hər bir valideyn olaraq uşaqlarınızın inkişafında böyük əmək sərf edərdiniz. Buna görə hər birinizə xüsusi təşəkkür edirəm. Sağ olun. Çıxış sözü hörmətli müəlliməmiz Reyhan müəlliməmizə verək. Hörmətli Arif müəllim, hörmətli müəllimlər, valideynlər, əziz məzunlarımız, öncəliklə hamınızı bugünkü münasibətilə ürəkdən təbrik edirəm. Sizə bu yolda uğurlar arzulayıram. 3 ildir mən bu Fortepiano şöbəsinin musiqi ədəbiyyat nəzəriyyə müəlliməsiyəm. Uşaqlarla 3 ildir birlikdə davam edirik və bir-birimizi çox yaxşı tanıyırıq demək olar ki. Hər həftə bir yerdəyik. Axırıncı ayları lap birlikdə olduq, hər gün birlikdə olduq, səhərdən axşama kimi. Və mən bu uşaqların hər birinin sevincinə də şərik oldum, kədərinə də şərik oldum. Sevindilər, onlarla birlikdə sevindim. Ağladılar, onlarla birlikdə kövrəldim, ağladım. Yolunuz açıq olsun, şansınız bol olsun, əziz uşaqlar. Çıxış sözü əziz valideynlərimizə verək. Bugün mənim sevincimin həddi hüdudu yoxdur. Elə bilirəm ki, balaca qızcığazım Cahanın əlindən tutub bu məktəbə gətirdiyim gündür. Mən hamınızı, valideynlərin, müəllimləri, başda Arif müəllim olmaqla yeganə müəlliməni, Rəna müəlliməni, Reyhan müəllimi ürəkdən təbrik edirəm. Onlara can sağlığı, uzun ömür arzu edirəm. Bir nənə kimi arzum budur ki, bu gözəl balaların səsi çox-çox uzaqlardan gəlsin. Onlarımızla məşğul oldular. Onları öpürəm, bağrıma basıram. Hamısına can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram. Arzum budur ki, Aksafanın yaşlı nümayəndəsi kimi nətər birinci sinifə gətirdiyim Cahanımı, elə də onun yoldaşlarını bugün mənə nəsib oldu ki, onun bu məzun günündə mən ürəkdən iştirak elədim. Öpürəm hamınızı, bağrıma basıram, sizə gözəl... Əziz məzunlar, bugün sizin həyatınızın ən sevincli, ən önəmli günlərindən biridir. Siz bugün həyat nərdivanının, eyni zamanda da təhsil nərdivanının növbəti bir pilləsini uğurla arxada qoysunuz. Məktəbinin əziz, dəyərli, hörmətli müəllimlərinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, sizin üçün onlar elə sizin valideynlərinizlə birlikdə çox böyük əziyyətlər çəkdilər. 5 il mən bu məktəbə hər dəfə övladını aparıb gətirəndə bunun şəxsən şahidi oldum. Növbəti həyatlarında hər birinə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. İnşallah bundan sonraki həyatları da, eyni zamanda təhsil həyatları bu çox önəmlidir. Əgər yəni növbəti illərdə bu sənətin arxasınca getməsələr belə, burada aldıqları təhsil, tərbiyə, mən əminəm ki, onların həyatlarının hər bir mərhələsində, onların Arif müəllimin də qeyd elədiyi kimi, digər yaşlılarından həmişə seçilməsində, fərqlənməsində öz təsirini, öz rolunu göstərəcəkdir. Gəlin tədbirimizin bədii hissəsinə başlayaq. Məzunlarımızın ifasında milli rəqs izləyək.
Gittim gördüm bulaqdadır, el özünü yumaqdadır. Gittim gördüm bulaqdadır, el özünü yumaqdadır. Boşa xalım yanaqdadır. Kemal'im gel gel, gel şikemal'im gel gel. Muhabbetim gel gel, sevdatim gel gel. Tar Kemal'im gel gel, gel şikemal'im gel gel. Muhabbetim gel gel, sevdatim gel gel. Göklerin üstünde yatıp, kötü köle gele batıp. Göklerin üstünde yatıp, kötü köle gele batıp. Külük vurup alır beyin, boyan boyanına atıp. Külük vurup alır beyin, boyan boyanına atıp. Kemal'im gel gel, karşı Kemal'im gel gel. Muhabbetim gel gel, sevdatim gel gel. Tar Kemal'im gel gel, karşı Kemal'im gel gel. Muhabbetim gel gel, sevdatim gel gel. Love Story məzmununuzun ifasında voice izləyək. L'âme en peine, il vit mais par la peine. Il attend devant cette photo d'antan. Il n'est pas fou, il y croit c'est tout. Il la voit partout, il attend debout. Une rose à la main, par elle n'attend rien. Rien d'autour, rien de sens et l'air est lourd. Le regard absent, il est seul à lui parle. Souvent il n'est pas fou, il aime ses tours. Il la voit partout, il attend debout, debout. Une rose à la main, non, quand plus rien ne le retient. Dans sa love story, dans sa love story, dans sa love story, sa love story. Prends ma main, promets-moi que tout ira bien. Serre-moi fort, près de toi je rêve encore. Oui, oui je veux rester, mais je ne sais plus aimer. J'ai été trop bête. Je t'en prie arrête, arrête, que je regrette. Non, je ne voulais pas tout ça. Je serai riche et je t'offrirai tout mon or. Si tu t'en fiches, je t'attendrai sur le port.
my cup within me lies what you really want. Bugün elə bil ki başqa haldayım. Bugün mənə dəyməyin üzülmüşüm. Bu 11 il necə gəldi getdisə, elə bildim məktəbə gəlmişəm. Düşür ya da şirin baharlar, əlinə günlərin evdə qalır. Dərsə girməmək sonra dəhanələr, ədən utanır indi yadmasan. Elə bir imkan olaydı aldı ki, qaytaraydım geri məktəbinləri. Tutub əlimi mənə yazma böylədən, onu əllimin öpəydim əllərini. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardınca baxır. Gülürəm indi mən o saflığıma, elə bilmişəm məni tək buraxır. Olsa zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı boş sinif apartmanında. Uşağı gitti, o güzel günlerimiz gitti. Son defa ses küyümüz gitti, koridor bucaklarında. Ne dedim anlamıram, başka bir hal verir bu görüntüler. İstəyiriksə bitərməkdə bilir, indi nə içində bəs bu üzüntülər. Qorxuram ki bir də biz görüşməyək, məktəb yolu ola həsrət küçəsi. Anladım böyüklər niyə ağlayır, buymuş uşaqlığın son gecəsi. Dərs adıyla ona zəng eyləmişəm, həyəcandan o qədər tərləmişəm. Ben onun eşkiyle mendiliyim,
Cədvəlin bircə bir əzbərləmişəm. Orta yol başımdı, yoxdur xəbəri. 11 il verdim rəy almaq üçün. Neçə gün qulpu pulun toplamışam, ona bir dəstə çiçək almaq üçün. Uşaqlıq getdi, o gözəl günlərimiz getdi. Son dəfə səs günümüz etdi, koridor bucaqlarında. O son sən çaldı, bizi bizdən ayrı qaldı. Beləcə xatirələr qaldı, o sinif otaqlarında. O son sən çaldı, bizi bizdən ayrı qaldı. Beləcə xatirələr qaldı, o sinif otaqlarında. Uşaqlıq bitdi, o gözəl günlərimiz getdi. Son dəfə səs günümüz etdi, koridor bucaqlarında. Uşaqlıq bitdi. Bazen şirin yuxularda dönüp şıldak keçip kızar. Sevinciyle yürürüm doğma mektep yollarında. Duymak senin sözlerine gizli gizli gülerek biz. Deyəndə ki vaxt gelecek, bu günleri anacaksın. Aziz müəllimin dediklərin dolu imiş sətir sətir. Nə olarsan o günləri bir canlı geri gətir.